Xırmandalı məktəbin 2 ailə Müşfiq Abbasovu adına olan məktəbin birinci sinif şagirdləri də iştirak edirlər. Bugün qəhrəmanımız Mübariz İbrahimov Azərbaycanı bütün dünyaya tanıdan qəhrəmanımızın anım günündə çox sağ olsun müəllimələrə təşəkkürümüzü bildiririk. Qəhrəmanlarımızın ocağına şagirdləri gətirərək və bu gün də qəhrəmanlarımızın ocağını tanıtır. İstərdim ki, elə ilk sözü müəllimələrdən götürək. Buyur müəllimə. Bu günləri biz 44 günlük Vətən müharibəsini qeyd edirik. 44 günlük Vətən müharibəsi bizim ordularımız üçün, vətənimiz üçün, azadlığımız üçün ilk başlanğıc olan gündür. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Arzu edirəm ki, biz bir müəllim olaraq vəzifəmiz olur ki, şagirdlərimizi vətənpərvərlik ruhunda böyüdək və buna nail olmuşuqsa, yəni özümüzdə xoşbəxtlik bir müəllim kimi. Sizə çox sağ olun, təşəkkür edirəm maarifləndiricisi. Çox sağ olun, təşəkkür edirəm. Müəllimə, mən istəyərəm ki, belə deyim də, bax, bugün hər şey, bax, birinci sinif şagirdlərdir, 6 yaşdan məktəbə gəlirlər. Hər şey məktəbdən başlayır. Əlbəttə ki, bugün qəhrəmanlıq, igidlik və ali təhsillə qəbul olmaq məktəbdən sizin kimi, belə deyim, məsuliyyət sizlərin üzərinə düşür. İbtidai müəllimələr birinci, sonra qalxır yuxarı sinifə. Mən istəyərəm ki, hər bir şəhidin ocağında Mövlud günü, ilim anım günlərində də belə uşaqları yığıb gətirəsiniz, valla. Birinci sinifdir, yəni ilk addımları buradır. İnşallah növbəti addımlarımız da olacaq. Bütün şəhidlərə bizim borcumuzdur. Onların valideynlərinə görüşək, təskinlik verək. Yəni şagirdlərimizə tanısınlar, həmin şəhid anaların, şəhidlərimizi. Çox gözəl. Sabahda bizim vətən uğrunda canından keçdilər. Tək ki, vətən sağ olsun deyən qəhrəman şəhidlərimiz, bədənin müəyyən hissəsini vətən uğrunda qurban verən qazi veteranlarımız sabahçı günü bizə hədiyyə ediblər. 8 noyabr Zəfər bayramıdır. Müəllimələrə və Azərbaycan xalqının bayramı mübarək olsun deyirəm. Uşaqlardan buyursun. Günlərdə milli qəhrəmanımızın anım gününə aid olan uşaqlar şeir də deyəcək. İnşallah uşaqların şeirinə qulaq asalım. Buyur. Başla bir tərəfdən, qardaşım tərəfdən. Hə, Səma de. Sənə də qədər aşır, bu günüzlərim yarışır. Sevinçlə gəl qarşı, sənə malik mənə bayram. Səmadı quşlar sevilir, günərsin ayırsın, qışında yayırsın. Səmadı mənə bayram. Sevinçdən nəfəs kəsilir, göydən sanki nur ələnir. Hər yanı şəngəmələnir, səmadı mənə bayram. Vətən yol açılır, baxmanış qol açılır, dünyaya zəfər sözü səmadı mənə bayram. Xanım elbən sevinir, şalı azam verildir, düşmənlər yaman yenir. Səmadı mənə bayram. İsmail. Postun səngerin qarşında diz çöktü, mənsur düşmənin hər zaman qarşında titrəsin. Azərbaycan zəfər günü mübarək. Xalqımın müzəffər səngərbəsi, qılıçdan yetişidir onun kərbəsi. Bəs eləyir bircə kərбə deməsi, dəmir yolu yerdə birəsi də Azərbaycan zəfər günü mübarək. Biz xalq yolundayız, bizim yolumuz xalq yoludur. Qəm bir zəfər çaldır, Qarabağ bizim Qarabağ. Uşaqlar, bax, bu günləri vətən uğrunda canından keçən qəhrəmanlarımızın sayəsində Sabah Zəfər bayramını qeyd edəcək. Çünki bu gün o şəhidlərdir, o qazilərdir, o veteranlardır. Sizin kimi uşaqlara görə canlarından keçdi ki, siz rahat təhsil alasınız, siz rahat məktəbə gedəsiniz. Başa düşdünüz də bunu? Ay, Allah sizi var eləsin. Allah şəhidlərimizi, Allah qazilərimizə, kimdir milli qəhrəman? Kimdir milli qəhrəman? Qarabağ. Qarabağ. Şəhidlər ölməz.
yaşasın. Halaldır sizə. Var olasınız. Allah sizə can sağlığı versin. Var olasınız. Salamlayıram ilk öncə sizə Allah var eləsin. Bugün bax bizim gənclərimiz, 1-ci sinif, 2-ci sinif şagirdləri var olsun müəllimlər ki bugün qəhrəmanlarımızın ocağını tanıtdırırlar. Bugün vətən uğrunda canından keçdi şəhidlərimiz gənc yaşlarında. Xocalı, Şuşalasını görmədən öz canlarını qurban verib, təki vətən sağ olsun deyirlər. Qazilərimiz bədənin müəyyən hissəsindən keçərək, gecəni səhərə qədər sızıltı ilə də açsalar, təki vətən sağ olsun deyib, sabahki Zəfər bayramını bizlərə yaşadılar. İstərdim ki, müəllim, sizdən bir iki kəlmə götür, özdə qəhrəman, milli qəhrəmanımız mübarizin ocağında. Buyur. Bizim şagirdlərimiz hər zaman milli qəhrəmanın istər anım günündə, istər doğum günündə onun ev muzeyin ziyarət edirlər, valideynlərlə görüşürlər. Şagirdlərimiz eyni zamanda millətimizin qüruru olan, qürur günümüz olan Zəfər bayramını da qeyd edirlər və hər zaman şəhidlərimizi yad edirlər, heç vaxtda onları unutmurlar. Və inşallah hər zamanda bu cürə davam edəcək. İnşallah. Çox sağ ol, təşəkkür edirik və məktəb direktorlarına, müavinlərinə, müəllim və müəllimələrinə təşəkkürümüzü bildiririk ki, bəli, belə olmalıdır. Çünki boynumuzda olan borcdur ki, bax, bu gənclər qəhrəman şəhidlərimizi tanımalıdırlar. Çünki o şəhidlərdir ki, bizlər üçün, xalqımız üçün canlarından keçdilər, təki vətən sağ olsun dedilər. Bax, bugün o şəhid anaları, şəhid ataları, evləri, ocaqları boş qalmamalıdır. Mən bəxt bir söz dedim müəllimiyə, dedim ki, şəhidlərimizin anım günündə, mövlud günündə uşaqları yığıb gətirmək lazımdır ki, o şəhid atası, şəhid anası qürurla bilsin ki, bugün mən yaddan çıxmamışam. Bax, bugün bu şagirddə biz onsuz da bilirik. Ancaq gənc nəsil bax bunlardır. Və bunlardan sonra gənc nəsil gələcək, onları tanımalıdır. Var olasınız, təşəkkür edirəm. Bax, burada bizim şəhidimizin dayısı iştirak edir. Gəl, sən də Mürvət kişi, yaxında bu gənclərimizin yanında sən də bir çıxış elə ki, o gənclərimiz də səndən bir öğüt götürsün, məsləhət götürsün. Buyur. Allah təbii şəhidlərini rəhmət eləsin. Bugün milli qəhrəman mübariz İbrahimov bir bölümünə yapışmış. Allah təbii şəhidlərini rəhmət eləsin. Qazilərimizi qorusun. Veteranlarımıza can sağlığı versin. Var olsun. Bu şəhidlərimizi yad edirsiniz. Çox sağ olun. Qərarəyələriniz var olsun. Təşəkkür, var olasınız. Bugün şəhidimiz Sübhan Əbilzadənin də 5-ci il dönümü idi. Allah ruhunu şad eləsin, orada da olduq. Allah sizləri var eləsin. Cəm şəhidlərimizi rəhmət eləsin. Allah qazilərimizə şəfa versin, veteranlarımıza can sağlığı. Bax, bu günləri məktəb 1-ci, 2-ci sinif şagirdləridir. Bugün qəhrəman şəhidimiz, Azərbaycanı bütün dünyaya tanıdan Mübariz İbrahimovun ocağındadılar. Mübariz İbrahimov bugün qəhrəmanlıq edərək, şücaət göstərərək bugün şəhadətə yetişib. Biz də özümüzə borc bildik ki, gələk çəkək, işıqlandıraq. Baxın, Allah şəhidlərimizə, Allah qazilərimizə, kimdir milli qəhrəman? Kimdir milli qəhrəman? Bax, Zəfər bayramımız yaşasın. Qarabağ var olasınız. Allah sizləri saxlasın. Hər özdə bir sənət sahibi olasınız. Var olasınız. Müəllimələrinizə də təşəkkürümü bildirirəm. Direktora da, müavinə də və məktəbə də var olsun. Təşəkkürlər.